Deməli, funksiyalarda müəyyən şeylər var ki, onları bilmək lazımdır. Vacib. Bunlar koordinat oxlardır, yəni funksiyanın oxlardır. İndi x oxu və yaxud da y oxu bunları tanıyırsınız. Və burada rübləri bilirsiniz ki, birinci rüb, ikinci rüb, üçüncü və dördüncü rüb olaraq davam edir. Burada mərkəzi hissə, yəni bu hissəyə biz deyirik koordinat başlanğıcı. Bu hissəyə. Koordinat başlanğıcı. Başlanğıcı. İndi burada x ilə y-in özünə məxsus adları var. Adların hamısını bilsəz daha yaxşı olar. Yəni, misal üçün, x-ə apsis oxu deyirlər. X-ə, misal üçün, təyin oblastı deyirlər. Bir də arqument deyirlər. Bir də biz ona sərbəst dəyişən də deyirik. Y-in də öz adları var. Onlar nədir? Ordinat deyirik. Buna qiymətlər çoxluğu da deyirlər. Qiymətlər oblastı da deyirlər. İndi testdə və yaxud da kitabda nə verirsə, indi bilmirik də. İndi hansını versə, ondan istifadə edərsin. Qiymətlər çoxluğu daha çox istifadə olunur deyə mən qiymətlər çoxluğu yazıram. Amma ola bilər ki, hansısa testdə qiymətlər oblastı görsəz, bilin ki, Y-dən söhbət gedir. Yaxşı? Sonra nə var? Mən indi buna belə deyim də, fx yazıram. Bəzən tənliklərdə funksiyanı açırsan, görsən fx bərabər nə bilim nəsə, jx bərabər nəsə. Yəni, bunlar hamısı bilin ki, Y-dən söhbət gedir. Bir də var orada asıl dəyişən. Yəni, x-ə verilən qiymətdən asılı olaraq y müəyyən qiymətlər alır. Misal üçün, y bərabər x kvadrat deyil. X-ə 1 versən, misal üçün, y olur 1. 1-in kvadratı 1. X-ə 2 verirsən, 2-in kvadratı olur 4. Yəni, x-ə verdiyin qiymətlərdən asılı olaraq y-in qiymətləri dəyişir. Ona görə x-ə istədiyin qiymətləri verirsən deyə sərbəst dəyişən deyilir. Y-də ondan asılı olaraq qiymətlər dəyişdiyi üçün asıl dəyişən deyilir. Bəs burada adları niyə belə fərqləndiriblər? Hərəsi müəyyən yerlərdə istifadə edirlər. Yəni, misal üçün, ox olaraq daha çox apsis oxu deyirlər x oxu əvəzinə. Ordinat oxu deyirlər y oxu əvəzinə. Düzdür, bəzən kitablarda falan o x oxu, o y oxu ifadəsində görəsiniz. Amma daha çox apsis və ordinat sözü oxlar olaraq istifadə olunur. Yəni, apsis oxu, ordinat oxu. Oldu? X oxu deməyəcəklər. Yəni, ya o x oxu deyəcəklər, ya apsis oxu. Ya o y oxu deyəcəklər, ya da ordinat oxu. Təyin oblastı və qiymətlər çoxluğu nə deməkdir? Yəni, x-in ala biləcəyi qiymətlər təyin oblastıdır. Y-in ala biləcəyi qiymətlər çoxluğudur və ya da qiymətlər oblastıdır. İndi burada arqument necə istifadə olunur? Hər hansı bir tənliyi açırsan, orada deyir, arqumentin hansısa qiymətində, misal üçün, y5 olar. Sən fikirləşirsən ki, x-in hansı qiymətində y5 alınır. Tənliyi əldə edib tapırsan. Yəni, belə şeylərdə fərqləndirilir. Bunları isə hal-hazırda yazdırtmıram. İnşallah ki, videodan götürüb dəftərə keçirərsiniz. İstəsəz bir dənə şəklini çəkin. İndi, misal üçün, biz funksiyalardan nədən başlayırıq? İlk bizə lazım olan funksiya hansı funksiyaydı? 7-ci sinifdə keçmişdik. Kx plus b funksiyası. Onun adı nə idi? Kx üstəgəl b. 7-ci sinifdə keçilir xətti funksiya. Bunun adı niyə xətt funksiya idi? Yadınızda ola bilər. Çünki qrafiki düz xəttdə idi. Ona görə xətti funksiya deyirsən. Orada belə bir şey var. Bax, misal üçün funksiyanı çəkdim. Hətta istəyirsinizsə, sizin üçün mən bunu 4 dənə qrafik çəkim. Tam qavrayasınız. İndi burada nələr var? Mən sizə sırrını izah edeyim. Birincisi, burada k görsə, buradakı k bucaq əmsaldır.
Testlərdə bir də görsən ki, K demir. Deyir ki, bucaq əmsalı 7-dir. Sən bilməlisən ki, K-nın yerinə 7 qoymaq lazımdır. İndi burada nələri tapırıq? Bəs bu qrafiklər necə fərqlənir? Tutaq ki, qrafik birində belə çəkilib. Qrafik digərində belə çəkilib. Qrafik birində belə çəkilib. Qrafik digərində belə çəkilib. 4 dənə fərqli qrafik yaranır. Bəs fərqləri nədədir? Ümumiyyətlə yadınızda saxlayın ki, əgər ki, funksiya soldan sağa doğru artım gedirsə, burada K sıfırdan böyükdür. Burada da soldan sağa, ikincidə də artım getdiyi üçün K sıfırdan böyükdür. Burada soldan sağa aşağı düşür deyə qrafik K sıfırdan kiçikdir. Burada da soldan sağa doğru azaldığı üçün K sıfırdan kiçikdir. Aydındır bura qədər. İndi burada əgər ki qrafik Y oxunu yuxarıda kəsibsə, B sıfırdan böyükdür. Əgər ki qrafiki Y aşağıda kəsibsə, B sıfırdan kiçikdir. Burada B nədir? Yuxarıda kəsib. Sıfırdan böyükdür. Burada aşağıda kəsib kiçikdir. Yəni əzbərləməkdənsə qrafiklərin hamısını belə məğzini bilsəz daha yaxşıdır ki, hardan alınır. Oldu? Hə, bunu da şəklini qeyd elə. Aydındır. K sıfırdan böyüksə deməli funksiya artandır. K sıfırdan kiçiksə deməli azalandır. Bəs burada başqa nələr var? Burada var deməli 2 dənə xətti funksiya verib tutaq ki, birini verib y bərabərdir k1 x üstə gəl b1. O birisini verib y bərabərdir k2 x üstə gəl b2. Biz buradan nəyi tapa bilərik? 1. Əgər ki k1 k2-yə bərabər b1 b2-dən fərqlidirsə, qrafiklər paraleldir. 2. Əgər k-lar bərabər, b-lər də bərabərdirsə, qrafiklər üst-üstə düşür. Əgər k-lar fərqlidirsə, deməli, qrafiklər bir nöqtədə kəsişir. Qrafiklər bir nöqtədə kəsişir. Və 4. K1 K2-yə hasili mənfi birdirsə, qrafiklərimiz perpendikulyar olur. Təsvir üzərində nə deməkdir? Mən onu sizə göstərmək istəyirəm. Misal üçün, qrafiklər paraleldir söhbəti ondan irəli gəlir ki, birincini deyirəm. 2 dənə funksiya verib də sana orada. Bir k1 x üstə gəl b1, bir də k2 x üstə gəl b2. Düzdürmü? Qrafiklər paraleldirsə, yəni bax, bu formada olur. Bəs burada mənası nədir? Mən sizə onu izah edeyim. Fikir ver, k-lar nə deməkdir? Bucaq əmsalı demək deyildi. Bucaq əmsalı burada x oxunun müsbət istiqaməti ilə eyni bucaq əmələ gətirirsə, k-lar eynidir. Yəni, bura alfadırsa, bura da alfadır. Yəni, k-lar bərabərdirsə, deməli, orada əmələ gələn bucaqlar da nədir? Bərabərdir. Orada əmələ gələn bucaqlar eynidirsə, deməli, bu qrafiklər nə olmalıdır? Xəttlər paralel olmalıdır, məcburən. Bəs niyə bunlarda biri yuxarıdan keçir, biri aşağıdan keçir? Çünki mən sizə bayaq dedim ki, B-lərdən asıllıq var. B, misal üçün, burada yuxarıdadır, B aşağıdadır. B onun yuxarıdan və yaxud da aşağıdan keçməyini göstərir. Ona görə də B-lər fərqli olduğu üçün eyni yerdən keçmirlər. Biri, misal üçün, aşağıdadırsa, biri biraz yuxarıdadır. Düzdür? Bu belə. Birinciyə aid idi. İkinciyə baxaq. Deyir, qrafiklər üst-üstə düşür.
Qrafiklərin üst-üstə düşməyini mən sizə biraz göstərə bilmərəm. Niyə? Biri budur, tutaq ki. Bir də budur. Yəni üstə düşür də. Çünki həm buradakı bucaqlar eynidir, həm də ki, bunların keçdiyi nöqtə eynidir. Ona görə qrafiklər üstə düşür. Non tam göstərmək olmur. Elə bil ki, mən dayanmışam, arxamda İsmail dayanır. Mən gördüyünüz üçün, yəni İsmail görməyəsiniz. Ona görə deyirəm ki, onu tam göstərmək biraz alınmır. 3. Qrafiklər bir nöqtədə kəsişir. Qrafiklər sizcə niyə bir nöqtədə kəsişir burada? Orada nələr fərqlidir? K-lar. K-lar fərqli olduğu üçün burada əmələ gələn bucaqlar fərqlidir. Yəni, misal üçün, bura alfadır, amma bura alfa deyil. Bura tutaq ki, betadır. Bucaqlar fərqli olduğu üçün xəttlər biraz əyri gedir. Xəttlər də əyri getdiyi üçün bu düz xətt deyil. Ona görə axır əvvəl nə olur? Hər hansısa bir nöqtədə kəsişirlər. Orada fikir verirsiniz, biz K-lara baxmırıq. O bizim üçün maraqlı deyil. Çünki hardasa kəsirsinlər. Əsas məsələ odur. Dördüncüyə aid nəsə demək üçün biraz sizin sinif səviyyəsində tezdir. Yəni, amma belə deyək də, qrafiklər belə olur. Qrafiklər perpendikulyar olur. Əslində bu biraz trigonometriya ilə rabitəli bir şeydir. Yəni, qrafiklər bu formada olur. Aydındır? Belə. Yəni, əslində bu, belə deyək, tangenslə əlaqədar bir şeydir. Amma siz keçmirsiniz. Əsas o birisi üçünün məğzini bilin. Qalanları inşallah ki, daha ətraflı deyərəm. Bildiniz? Yəni, mənim demək istədiyim odur ki, düstur öyrənməkdənsə, yəni əzbərləməkdənsə mənasını bilin. Niyə paraleldir? Çünki K-lar eynidir, bucaq eyni əmələ gəlir. Belər də fərqli olduğu üçün, biri yuxarıda, biri aşağıdan keçir deyə, bunlar paralel olurlar. Üstə düşür deyəndə də həm baxsan bucaqları eynidir, həm də görsən ki, eyni nöqtədən keçir. Artıq üstə düşmək məcburdur. Həm də ki, belə deyək də, KB eynidirsə, misal üçün, qrafikin biri y bərabər 5x plus 3-dür, o birisi də 5x plus 3-dür. Məcbur eyni qrafikdən söhbət getmir, üstə düşürlər. Çəkdiniz? Sonra orada nə var idi? Kx plus b-nin qısaltmış versiyası var idi, yadınızdadsa. Y bərabərdir k vur x. Burada diqqət edin, b yoxdur. B niyə yoxdur? Çünki sən x-ə 0 qoyanda y nə olur? O da 0 olur. Ona görə qrafik hardan keçəcək? Düz ortadan keçir, bax, sağ. Çünki x-ə 0 qoyanda y də 0 olur. Sadəcə məntiq dəyişmir. K 0-dan böyükdür ki, bu artıb. K 0-dan kiçiksə, bu azalır. Bir də buna nəyin qrafiki deyirlər? Düz mütənasibliyin. Düz mütənasiblik. Yəni, biri artıqsa digər də artır və ya da biri azaldıqsa digər də azalır. Görsən, burada x-i artırırsan, tutaq ki, bu 1-dir burada. Bu da 1-dir. Buna misal üçün 2 qoysan, görürsən ki, burada nə bilim 2 olur və yaxud da 3 olur. Yəni, x artıqca y-də nə olur? Artır, ona görə düz mütənasibdir. Digərində isə əksinə görürsən, x burada azalır, tutaq ki, orada y də azalır. Belə. Əslində, orada tərsinə dedim mən. Burada, yox da, düz demişim. Belə. İstəsən, bunu bir dənə qeyd elə. Bir dənə, onu çəkməyəsən qaba bir şey də deyim. Balansı rüblərdə olur. 1-3, balansını 2-4. Bir də görürsən ki, testdə birbaşa sual düşür. Deyir, misal üçün də, y bərabər 5x olsa, hansı rüblərdə yerləşər? Sən deyirsən 1-də 3-də. Çünki 5x dedim də. Mənfi 5x desəydim 2-4-də yerləşəcəkdi. Mənfi olsa 2-4. Müsbət olsa 1-3. İndi burada əgər ki, düz mütənasiblik varsa, hökmən ki,
tərs mütənasiblikdə olmalıdır. Yəni, misal üçün, y bərabər k bölü x. Buna biz deyirik tərs mütənasiblik. Tərs mütənasiblikdə də qrafik hiperbol olur. Yəni, misal üçün, burada belədir qrafik, burada belədir. Bu hansı rüblərdə oldu? 1-də və 3-də. 1-də və 3-də həmişə k sıfırdan böyükdür. Əgər qrafik burada belə yerləşərsə, burada da belə yerləşərsə, bu hansı rüblərdə olur? 2-də və 4-də yerləşər. Onda da k sıfırdan kiçik olar. Qutardır. Yəni, bu qayda ancaq, yəni belə deyək də, səndən soruşa bilər ki, y bərabərdir, misal üçün, 4 bölü x hansı rüblə yerləşir? Hə. Sən də deyərsən ki, y bərabər 4 bölü x birinci, üçüncü rüblə. Qutardı getdi. Çox da başqa bir şey verirlər. Aydındır bu da. Qrafiklərdən bunlar lazım ola bilər. Müəyyən şeylər deyim, sizə qaydaları izah edeyim. Bir, deyir ki, funksiyanın qrafiki OX oxunu kəssə, OX oxunu kəsərsə, nə olur? Y bərabər 0 olar. 2, funksiyanın qrafiki OY oxunu kəsərsə, artıq x bərabər 0 olar. Burada ola bilər ki, cümlələr dəyişər. Misal üçün, o x-in yerinə nə verə bilər? Absis. Deyər ki, absis oxunu kəsərsə. Və yaxud da o y oxunun yerinə deyər, ordinat oxunu kəsərsə. Bəs burada niyə belə bir şey yaranır? Mən sizə onu izah edeyim. Bax, misal üçün, getdin imtahana belə bir dənə sual düşdü. Sualda deyir ki, misal üçün, indi mən belə təxminən yazıram. 1 buradır, 2 buradır. Başqa da heçsinə verməyib. Sənə deyir ki, sən artıq görürsən ki, bu hansı funksiyanın qrafikidir? Xətti funksiyanın qrafikidir. Yəni, y bərabərdir kx plus b-dir. Sən öz-özünə fikirləşirsən ki, indi sənə tutaq ki, orada soruşur, k plus b nədir? Sual qoyur. Sən birinci fikirləşirsən ki, x oxunu kəsibsə, bura nə olur? Aysa, x onsuz da verib, y nədir? 0. Burada da y oxunu kəsibsə, x nədir? 0. 2 verir. Bəs niyə elə olur? Mən sizə bir dənə elə belə nümunə üçün göstərirəm. Bax, indi məntiqlə fikirləşəndə görürsən ki, misal üçün, bura 1-dir. Bura neçə olur y üçün? X üçün? 0. Burada nə olur? Mənfi 1. Mənfi 2, nə bilim, 2, belə-belə davam eləmir. Bəs y üçün necə davam edir? Y üçün də bura 1, bura 0, mənfi 1, mənfi 2 və s. Bu cür davam edir də. Yəni, sən burada görürsən ki, y burada 2-dir, burada 1-dir, x oxu üzərində nə oldu? 0. Bildiniz məntiq hardan gəlir? Və yaxud da sən bilirsən ki, burada, misal üçün, bilirsən ki, x burada 2-dir. Burada 1-dir. Y üzərində nə olur x? 0. Yəni, buna yarama səbəbini bildiniz hardan əmələ gəlir? Çünki düz ortadan keçdiyi üçün məcburən y üzərində x nə olur? 0 olur. Bu qara quranı təmizləyək buradan. Bu suala baxaq. Yəni, sadəcə izah eləmək üçün onu yazdım. İndi burada görək buna necə əldə edərik? İmtahana da özə çox bol-bol düşən suallardandır. Misal üçün, sənə belə bir şey verib, sən deyirsən ki, x-im 0, y-im 2-dir və yaxud da ki, x-im 1, y-im 0-dir. Bu funksiyada götürüb
Birinci x-in yerinə həmişə 0 olan koordinatı qoyun. X-ə 0, y-ə 2 qoyaq. Birinci bax bunu qoyuruq. Y-ə 2 yazıram. X-ə də yazıram 0. B2 olur. Bəli. Bu getdimi? Y bərabərdir. Nə oldu? Kx plus 2. İndi ikinci koordinatı 1, 0 qoyuruq yerinə. X-ə 1, y-ə 0 qoyasan. Y-ə 0, x-ə 1 qoyasan. K olur -2. Deməli, bizdən K plus B-ni soruşurdu və -2 üstəcək 2 nə olur? 0. Fikrim çatdı? İndi burada bəzi şeyləri artıq söhbətləri özünüz tutmalısınız. Nəyi? Bax, misal üçün, biz deyirik, B müsbətdir nə zaman? Y oxu yuxarıda kəsilsə. Həqiqətən gördünüz, B2 alındı. Hə, həm də ki, gördünüz, soldan sağa doğru aşağı düşürdü qrafik. Həqiqətən K nə çıxdı? Mənfi çıxdı. Yəni, bunların hamısı bir-birlərlə əlaqəli, rabitəli bir şeylərdir. Oldu mu? Bir də bir dənə qaydanı da oraya əlavə eləmək istəyirəm. İndi yadıma düşdü. Funksiyanın sıfırları y-i sıfıra çevirən x-in qiymətlərinə deyilir. X-in qiymətlərinə deyilir. Misal üçün, mən sizə deyirəm ki, y bərabərdir, tutaq ki, 5x çıxaq 10-un. Funksiyanın sıfırlarını tap. Nə edəcəksən? Sən bunu 0 eləyəcəksən, y-i 0-a bərabər eləyəndə 5x-in olacaq müsbət 10, x-in nə olacaq? Demək, funksiyanın 0 nədir? 2. Yəni, sən orada funksiyanın bir dənə 0-ını aldın deyə o demək deyil də, həmişə bir dənə alınacaq. Bir də görsən, elə bir misal verir. Verir ki, burada y bərabərdir. X kvadrat çıxar 6x plus, misal üçün deyirəm, 8. Funksiyanın sıfırlarını tap deyəndə sən nə edəcəksən? Bərabər 0 qoyasan, 2 ilə 4 çıxacaq. Olacaq funksiyanın sıfırları. Yəni, əsas söhbət odur ki, x-ə nə qoysan, y, yəni ifadə 0 olar. Funksiyanın sıfırlarını soruşanda onu tapasın. Oldu? Qutardı, getdi. O qaydalarda bizdə PDF-də bunların əslində hamısının xırda-xırda izahları şeydə də var. Harca 3-4 dənə PDF var. İndi Rənan hazırladı da, nə bilim, mənim özümdə olan və s. Hansını istəsəz, indi baxarsınız orada. O birisi qayda PDF-ində də var, sizdə olan. Oradan da baxa bilərsiniz. Belə mənim hələ ki, yəni deyə biləcəklərim bunlardır. İndi sualların üstündə baxaq görək nə varsa, onlara uyğun inşallah izah edərik. Bir də bir şey deyim ki, yenə deyirəm, biz bugün sırf kvadratik funksiyadan başqa nə varsa hamısını keçəcəyik. Yəni, kvadratik funksiyanı növbət dərs. O biraz böyükdür, daha vacibdir. Başlayaq ya Allah birdən. Burada koordinatları onsuz da səhə verib də. Düzdürmü? Nə deyir? Deyir, x-ə 5 qoy, y-ə a qoy. Y-ə a yazırsan, x-ə nə yazırsan? 5. 3, 0, 5 çıx ki. A nə oldu? 13. Bu dəfə x-ə b, y-ə 4 qoyacaqsan. Y 4-dür. X-ə də b qoyacaqsan. 3b çıx 2. Yəni, burada qoyuram da yerinə. Mənfi 2-ni atanda bir yana olur 6. 4-ün üstə 2 gəlirəm. Qalır 3b. B-miz nə qalır? 2. B2, a da 13. 13-ün üstə də 2 gələndə 15 olur. Aydındır mı? Üçüncü sualda sadəcə x-in yerinə 2 qoyacaqsınız. Ona görə baxmıram. Dördüncü sualdan, bayaq bunun haqqında danışırdıq, bax sizinlə.
Nə deyirdik? Deyirdik ki, əgər ki funksiya soldan sağa doğru azalırsa, q nə olur? Sıfırdan balaca. Bəs burada B nədir? Müsbət, çünki yuxarıda kəsir. B demək sıfırdan böyük olur. Aydındır. Aşağıdakı sualda K nədir? Sıfırdan böyükdür, çünki soldan sağa doğru artıb. B nədir? Yuxarıda kəsib deyə sıfırdan böyükdür. Görürsünüz, məntiqi ilə yadında saxlayanda adam yadından çıxır. Yoxsa yalandan durma əzbərliyim, yəni yadda qalan bir şey deyil. 6. Bayaqsa yenə dedim. Bu tərs mütənasiblidir. K sıfırdan balaca hansı rübdə olurdu? Ay sağ, 2 ilə 4-də olurdu. Yəni qrafik elə bil ki, belə olur da. Biri burada, biri burada. Eynən K sıfırdan böyük olanda da 1-3. Aydın oldu. Asan bir şeylərdir. Asan deyəndə ki, bilirsiniz necə, qaydanı biləndən sonra hədə, yəni sənə bir şey qalmır orada. Funksiya ümumiyyətlə çətin mövzu deyil, onu da yadınızda saxlayın. Düzdür, yəni 9-cu sinif səviyyəsində çətin deyil, yuxarı çıxdıqsa biraz təbii ki, kompotu çıxır, yaxşı olar. Belə suallar, əslində bu kvadratik funksiyadır, amma tam kvadratik funksiya olmasa da yazmaq olar da, yəni. Burada bir-bir variantları yoxlamaq lazımdır. Misal üçün, bax, x kvadratın ən kiçik qiyməti nə olar? Nəyinsə kvadratı ən azı nə olur? Mənfi ola bilmir deyə 0 olur. Hə. Çünki mənfi ola bilməz deyə x kvadratı ən az 0 olar. O 0-dırsa 0-ın üstə 8 gələndə 8, bəbənd. Təpə nöqtəsi ümumiyyətlə nə deməkdir? Yəni, inşallah gələn dərs ətraflı deyəcəm. Yəni, ən kiçik, ən böyük qiymətləri tapdığın qiymətlər. İnşallah onu ətraflı gələn dərs deyərik. Misal üçün 9-da nə ola bilər cavab? Bəli. 0, 10. Burada ən böyük qiymət 0-dır. Çünki x kvadratın qabağında nə var? Mənfi var. Nəysə, o sual vacibi deyil idi. İnşallah onlar gələn dərs baxacaq. 10, 11 eyni cürdür. İnşallah gələn dərs onlara baxacaq. Hə. Deyir, funksiyalardan hansı xətlidir? Mən sizə bir şey deyim. Mən xətti funksiyada bayaq qısa yazanda dedim ki, y bərabər kx plus b-dir. Və burada belə bir məsələ var ki, əgər ki, bölə x varsa, x kvadratı, x kubu varsa, bu xətti funksiya deyil. Birinci, xətlidir ya yox? Düzdür. İkinci, xətlidir. Bu sizi çaşdırmasın. 3-də 1 x üstə gəl 5-dir. Aysa, bölə x olsa, o xətti sayılmır. Bəs 3-də xətlidir. Bu sadəcə yer tərsinə verilir. Bəs bu? Kvadrat var, getdi. 5. Deyil, çünki bölə x var. Xətlidir ya yox? Deyil. Yox, xətlidir, bağışlayın, səhv dedim. 6x 2-yə böləndə 3x, 5 2-yə böləndə oldu belə. Neçə oldu? Xətt funksiya. 1, 2, 3, 6 deyəsən. Fikrim çatdı? Funksiyalardan hansı xətlidir? Birinci xətlidir ya yox? 2. Bölə x var, deyil. 3. Xətlidir, 4. 5. Bölə x var. Xətlidir, çünki x üstə gəl. 2x-i 2-yə bölsən, bir də 3-ü 2-yə böləndə bu da xətlidir. Neçədən oldu? Y variantı. Mən də əvvəl onu gördüm. Çətin deyil, o qədər. Birinci, bu funksiyanın növünü bilmək lazımdır. Xətlidir, tərs mütənasibdir, yoxsa düz mütənasibdir? Düz mütənasibdir, çünki hardan keçir? Mərkəzdən koordinat başlanğıcından keçir. İndi burada x-ə 1 qoy, y-ə 4 qoy. K nə oldu? Fikrim çatdı? Asan bir şeydir.
Burada bəzi şeyləri baxan kimi silmək lazımdır. Misal üçün, baxan kimi -4 ilə -1-i silmək lazımdır. Niyə? Çünki soldan sağa artır bu. Bu artdığı üçün yəni mənfi ola bilməz. Fikrim çatdı? Bu birisi onun oxşarı deyə daha baxmırıq, vaxt itirməyək. 16 da eynidir, 17 də eynidir. Bura baxaq. İndi uşaqlar 18-də OX oxunub kəsəndə nə olurdu? Y0. Yəni bunun yerinə 0 yazsaq 4-də 1x çıxab 5 0 olur. 4-də 1x bərabər 5 olur. 4-ə vuranda nə olur? 20. Deməli 20 0. Devam. Bir də orada OX oxun kəsdiyi üçün Y 0 oldu. Aydın mı? tipli suallarda variantları yoxlamaq lazımdır. Yəni nə qoysan düz gələr. Bax, misal üçün -30-u -2-yə vursan 60. 60-ın üstə 5 gəlsən 75 eləmir axı. Bu səhvdir. Misal üçün B bəndi doğrudur. Çünki -35-i -2-yə vuranda 70, üstə 5 gələndə 75 alınır. Kim çatdı? Ya burada qeyri-adi bir şey eləmirsən. Bir variantları qoyub yoxlayırsan, cavab çıxır. Bunu çəkməyə ehtiyac yoxdur. 21 də bunun kimidir, 22 də bunun kimidir. Yəni sadəcə yerlərinə qoyub baxırsan bir-bir. Gör hansı düz gəlirsə deməli oldu. Keçək 23-ə. Burada bax görürsən birinci yazılan nəyin koordinatı? X-dir, bu da Y. Deməli, Y-in yerinə yazırsan kökdə 3, K qalır. X-in yerinə də yazırsan -5 kökdə 3. Deməli, K bərabərdir. -5 kökdə 3-ü kökdə 3-ə vuracam. Düz deyirəm? Kökdə 3-ü kökdə 3-ə 3, -5-ə də vuranda -15. Oldu? %24-də də eyni şey uşaqlar. X-ə 2, Y-ə 1 qoyacağız. 25-də də eynidir. 26-da əslində eynidir. Burası bir dənəsini yazacağım. Burada tam qiymət verməyib. Ha, misal üçün, bu X-dir, bu Y. Y-in yerinə yazacağım -2, X-in yerinə də yazacağım K. Elə verib də. Onda K nə olur? 6-nı -3-ə bölsən -2 alarsan da. Belə. Gördüyünüz kimi qaymaq kimi mövzudur, yəni heç nə yoxdur burada. Burada X oxunu kəsib deyə Y nə olur? Burada isə Y oxunu kəsib deyə X 0 olur. Düzdür? Funksiyanın özü bayaq mən sizə buna aid sual yazdım. Kx plus B'dir. Birinci hansı koordinatı qoyurduq həmişə? X-in 0 olduğu. X-ə 0, Y-ə 2 qoy. Hə, düz qoyduq da. B onda nə olur? 2. Deməli, bizim yeni funksiyamız Y bərabər Kx üstə gəl 2-dir. Bu dəfə X-ə -2, Y-ə 0 qoy. -2K plus 2 olur. -2K-nı atırsan bir yana, müsbət 2K, 2. K nə olur? 1. K 1-dirsə, deməli, 1 çıx 2, -1 olur. Problem yoxdur? Bayaq bunu sual üzərində izah eləmişdim mən sizə. Yadınızdadır. Mən sizə bunlar deməyə çalışırdım. Bax, arqumentin -2-yə bərabər. Arqument nə idi? Aysa, görsən? X bərabər -2. İndi götür yerdə X-in yerinə -2 yaz. 5 vur -2 çıx 2.
Bölü 6 nə qədər olur bu da? Mənfi 12 bölü 6 mənfi 2 qalır. Yəni arqument x deməkdir. Bunlar hamısı uşaqlar görürsünüz arqumentin nə qiyməti. Qoyursan yerinə cavablar çıxır. Əslində 35 bayaq yazılmış sualdır. Amma da sizin xətrinizə yazacağım yenə. Hə. Nə verib? X-ə 0 verəndə deyir Y-də 0 olsun. Yazaq. X-ə 0 verəndə Y-də 0 verək. Y 0, X 0. B nə oldu? 0. Deməli, bu funksiyada Y bərabər KX imiş. Üstə gəl 0 yazmıram. Oldu? Olsa məlum məsələ ki, 0-0-dan keçirsə bu KX funksiyasıdır. İndi keçir bu birisinə. X-ə 1, Y-ə 3 qoyaq. X-ə 1, Y-ə 3. K nə oldu? Demək, 3-ün 0-adır. Problem yoxdur. Buna aid 2 dənə yazmışam, artıq yazmaq istəmirəm. Bildiniz də hansı söhbətdir? Yəni x1, y0-dır, x0, y3-dür. Y-i kəsəndə x0 olur, x-i kəsəndə y0 olur. İndicə elə yazılmış sualdır. Bildiniz? Bunlardan yazmayacağım. Amma onu deyim ki, ise imtahana ən çox düşən sual tiplərindəndir. 37, 38 eynidir. 39-a sizin xətrinizə baxaram. da bizə nə deyir? Deyir ki, absis ordinatından 2 dəfə böyükdür. Yəni, x, y-dən 2 dəfə böyükdür. X 2y-dir. Götürək o tənlikdə x-in yerinə 2y yazaq. Y bərabərdir, mənfi 1/5 vur, x-in yerinə yazacağım 2y, üstə gəl 8. Onda nə olur? Y bərabər, mənfi 1/5-i 2-yə vuranda, mənfi 3y, üstə gəl 8. Mənfi 2y bir yana atanda, y-in üstə 3y, 4y olur 8. Y-də olur 2. Y 2-dirsə, x 2y olduğu üçün 2 vur 2, 4 eləyəcək. Yəni 4-ün 2-yə x birinci yazılır, y ikinci yazılır. Aydın da. Əslində belə variantları da götürüb yerinə qoysa cavab düz çıxacaq. Qoy altdaşını yazın. 41 yazaq. 41-də bu F4, F2 nə deməkdir? Yəni, misal üçün, F4-ü tapanda x-in yerinə, bax burada x-in yerinə 4 yazsın. Şimdi saatdə, buranı siləm, indi vacib deyil. 4 yazsaq nə olar? 2 vur, 4-ün kvadratı çıx 13. 4-ün kvadratı 16, çıx 13. 32-dən də 13 çıxanda 19 qalır. Bir dəfə də F2-ni soruşur. F2-də də yenə x-in yerinə qoyasın. 2 vur, 2-nin kvadratı çıx 13. 8 çıx 13 olur. Bu da olur nə? Mənfi 5. İndi sənə deyir F4 çıx F2-ni tap. Yəni 19 çıxaq, mənfi 5 tapırsan, onda nə verir? 24-ü verir. Aydındır. Qırx üç. Y oxunu kəsibsə, x bərabər 0 olmalıdır. İndi x-in yerinə 0 qoysam, bura 0, bura 0, çıx 10, nə qalır? Elə bu. Aydın da. 45-də deyir tənliyin qrafikinə aiddir. Bir-bir yoxlamaq lazımdır. Misal üçün, 0-10-dakini 5-ə vursan, 1. 3-ün y-in yerinə 9 qoyanda 3 vur 9, 1 çıx 27, onu vermir ki. Düzümü? Cavab burada y bəndidir. Niyə? Çünki 0-10-da 2 vur, x deyil, vur 5. Mənfi 3 vur, y-in yerinə nə yazırıq? Mənfi 3. Bu neyin yer?
1 üstə gəldi 9. Nə alınır? Şimdi çatdı. Yəni düz gəldi bura. X-ə 5, Y-ə mənfi 3 qoyanda deməli cavab 10 edir. Orada variantları bir-biri yoxlamaq lazımdır. Aydındır mı? Birinci, bu qrafiklərə baxanda baxırsan ki, K nədir? 3. Və müsbət ədəd olduğu üçün biz artan funksiyalara baxmaq. Azalan hansıdır? Silək. Azalan, soldan sağa azalır, C. Bir də qalır 3 dənə variantımız. İndi nəyə baxacaq? İndi belə deyək. B-miz nədir? Mənfi 2-dir. Yəni nədir? Sıfırdan balaca. Mənfi olduğu üçün A bəndi gedir. Çünki burada B yuxarıdadır. Qaldı 2 dənə variantımız. Bura baxa. Y-i kəsbsə X nədir? Demək, X-ə 0 qoyanda Y mənfi 2 olmalıdır. Həqiqətən də X-ə 0 qoyanda 3 vur 0 çıx 2 mənfi 2-ni verirmi? Deməli, B variantı düz gəlir. Amma bu variant olsaydı, gərək X-ə 0 qoyasan, mənfi 2 alasan. Burada da 0 qoyanda mənfi 2 almaq olmur axı. 3 vur 0. Görsən, mənfi 2 qalır. Mənfi 3 qalmır. Kim çatı? O şəmsə baxın. Başa düşməli? Onda altdakı nəcəbidən baxaq səndən. K nədir burada? İşarə olaraq deyiləm. Niyə D variantı olmadan olmadı? D niyə olmadı? D-də, D variantında. Y oxunu kəsməyib. Y kəsəndə X nə olur? 0. Buranı mənfi 3 verib, hə? Bir də X-ə 0 qoy gör, mənfi 3 alırsan. Yəni, bax, Y mənfi 3 verib, X-i də 0 verib. Gör, düz gəlir. Görürsən, düz gəlmir. Amma misal üçün, burada fikir ver, X-ə 0 qoy ora. 3 vur 0 çıx 2 mənfi 2-ni verir. Görürsən, bu düz gəlir. Hə, bildiniz? Ehtiyac yox. Bunu çəkmişim ona görə. İndi 48-ə baxaq, gəl bir dənəsini də görək, tam başa düşürsünüz. K nədir? İşarəcə. B-də. İndi K sıfırdan kiçik olmalıdır. A bəndi düz gəlir. Sonra hansı səhvdir? C də səhvdir, Y də səhvdir. Çünki bunlar görsən artır. Üzr istəyirəm. Bu artır, bu artır, bu artır. K sıfırdan kiçik deyil, burada sıfırdan böyükdür. İndi B ikisində də sıfırdan böyükdür, ikisi də düz gəlir. Amma bir şey var. Y kəsəndə X nə olur? X-ə 0 qoysan, Y nə olur burada? 3. Mənfi 2 vur 0, 0. 0-ın üstü 3 gəlir. Bu düz gəlir. Amma altdakı düz gəlmir. Çünki 0 qoyanda 2 alınmır axı. Mənfi 2 vur 0 üstə gəl 3. 2 vermir. Qrafiklərin kəsişmə nöqtəsi. Kəsişmə nöqtəsi odur ki, yəni ikisi də eyni yerdən keçir. Ona görə də Y-ləri və X-ləri eyni olan bir nöqtə axtarırıq. İndi, onda bu funksiyanı buna bərabər götürəsən, Y-ləri Y-lərə bərabər götürəsən, görək nə verir? 2-ni atacaqsan bu yana, müsbət 2. Mənfi X-i sağa atanda müsbət 3X. Bura olur, mənfi 8 bərabər 4X, X-də nə olur? Mənfi 2. X mənfi 2-dirsə, ya burada, ya burada, fərqi yoxdur. Hansını desən yerinə qoy. Mən misal üçün bura qoyuram. Mənfi 2 çıx 2 nə olur? Deməli, X-ə mənfi 2 qoyanda Y nə oldu? Mənfi 4. Amma ürəyin istəsəydi, burada da yerinə qoya bilərdim, bax. Mənfi 3-ü mənfi 2-yə vur, nə alınır? Müsbət 6. 6-dan da onu çıxanda yenə mənfi 4 alacaqdım. Bildiniz? Hansını istəyirsiniz, hansı rahatsa onun yerinə qoya bilərsiniz. İkisində də onsuz da kəsişmədir deyə eyni nöqtə çıxır. Şimdi çatdı.
Bu parabola söhbətlərinə girməyəcək. Dediyim kimi, onlar kvadratik funksiyadır. İnşallah onu gələn dərs ətraflı izah edəcəm. Qatmayaq bir-birinə. Bir dənəsini də yazaq kəsişməyə aid. 55-ə baxaq. Nə edəcəyik? 3x plus 11-i götürəcəyik. 4x plus 10-a bərabər. 10-u atırsam bir yana çıxaq 10. 3x atırsam bir yana çıxaq 3x. X bərabər 1-dir. X 1-dirsə götür qoy yerinə. 4 vur 1. Üstə gəl 10. Nə oldu? 14. Deməli 1-in 14-əymiş. Aydın oldu. Həll 7-yə baxaq. Burada artıq variant dişlərini ağardır. Koordinatlara bax. X 3-dür, Y də 3-dür. Deməli bunlar nədirlər? Hansı variantı? X ilə Y bir-birlərinə bərabərlər. Qutardı, getdi. Bəs 58-dən olacaq? A variantı. Çünki biri mənfidir, biri müsbət. Deməli, Y bərabər mənfi X olur. Bildiniz? Sadə şeydir. 59. Burada deyir, B-nin hansı qiymətində funksiyanın qrafiki koordinat başlanğıcından keçir. Koordinat başlanğıcı nə idi? 0, 0. X də 0, Y də 0. İkisinə də 0 qoyaq. 0 bərabər, mənfi 3 vur, 0, üstə gəl B. Nə olur? Fikrim çatdı? Bunlar müəyyən şeylər, təpə nöqtələr falan kvadratik funksiyaya aid. Ona görə baxmıram. Hə, bax bu paralellik məsələsi. İndi orada bir şey var. Yox, burada qrafiklər paraleldir demir. Deyir ki, hansı düz xətt ordinat oxuna paraleldir. Ordinat oxu nə oxudu? Y. Y-ə paralel olması üçün, uşaqlar, həmişə yadınızda saxlayın. Y-ə paralel olması üçün x bərabər nəsə olmalıdır. Yəni, x bərabər, misal üçün, mənfi 3. Niyə onu götürür, indi izah edeyim. Mənfi 1, mənfi 2, mənfi 3. Düzdürmü? Mənfi 3-dən keçən bütün nöqtələri birləşdirək. Mənfi 3 deyil hamısı. Mənfi 3, mənfi 3, mənfi 3. Yəni, x-in mənfi 3 olduğu nöqtələr deyil bu. Y-ə paraleldirmi? Necə? 3 də ola bilər, mənfi 3 də ola bilər, x bərabər 4 də ola bilər, x bərabər 5 də ola bilər. Əsas məsələ nədir? Bax, misal üçün, 3 də ola bilərdi. 5 də ola bilərdi. Şimdi çatdı nə demək istəyirəm? Əsas odur ki, y-ə paralel olması üçün x bərabərdir nəsə olsun. Yəni, x-in 3 olduğu bütün nöqtələri birləşdirəndə, misal üçün, y1-dir, x3, y2-dir, x3. Misal üçün, bu nöqtələrin hamısını birləşdirəndə belə bir düz xətt əmələ gəlir. O düz xəttdə y-ə paraleldir. Onun yerinə yazılsa ki, məsələn, x çıxılsın 3 bərabərdir 0. Biz onun yerinə götürə bilərik. X plus 3 bərabər 0 versə götürə bilərsən. Ya da mənfi x bərabərdir 4, ya da mənfi 3. Hə, x bərabər nəsə olsun, əsas odur. Düz gəlir. Bunun misal üçün bir dənə tərsinəsi də var. Buna baxın. 66-da nə deyir? Absisə. Yəni nəyə paraleldir bu dəfə? X-ə paraleldirsə nə olacaq sizcə? Hə. İndi gəlin sizə y bərabər 2 düz xəttin bir dənə göstərin. Bura baxın. Yəni y-in 2 olduğu bütün nöqtələrini nə edib? Birləşdirib. Fikir ver bir dənə. Y bərabər 2 düz xətti budur. Yəni y-in ikisindən keçən bütün nöqtələr. Fikrim çatdı? Görsən, x oxuna nədir? Paralel. Fikrim çatdı? Qısacası, mən onu qayda yerində də qeyd eləmişəm. PDF-dən baxa bilərsiniz.
X bərabər ədəd olarsa, Y-ə paralel olur. Y bərabər ədəd olarsa, X-ə paralel olur. Oldu? Altmış yeddi. O X oxu ilə kəsişəndə nə olurdu? Yaxşı. Onda yazıram, Y-in yerinə 0. Mənfi 21, 7x olur. X nə olur? Mənfi 3 olur. X-ə də mənfi 3 qoyanda Y 0 olmalıdır. Oldu. Neyse, dərsimizin ilk hissəsini yekunlaşdıraq. Ara verək, davam edəcək.